Bir film təsəvvür edin. Hansı ki rejissor və ssenaristinin baş hərfini bilməyiniz kifayətdir ki, siz onun necə nəhəng sənət adamı olduğunu biləsiniz. Bu filmə həsr olunan musiqi parçasının bəstəkarını musiqinin zümzüməsini eşidərkən tanıya biləsiniz. Bu film üçün yazılan kitabın müəllifini isə bütün elm cəmiyyəti tanıyır. Son olaraq isə film barədə fikir paylaşan dövrün elmi populyar öndərinin adını eşitməmiş olmazsınız. Bunlar növbə ilə Christopher Nolan, Hans Zimmer, Kip Thorne, Neil deGrasse Tyson. Yəqin artıq söhbətin hansı filmdən getdiyini təsəvvür etdiniz. 2014-cü ilin 26 oktyabrında yayımlanan, hamını həm sevincə, həm də qəhərə boğan bu film, elmi fantastika janrının şedevri olan bu film ulduzlararası yaxud orijinal adı ilə Interstellar-da başqası deyil. Bəhs olunan film istər bədii estetik baxımından, istərsə də elmin populyarlaşdırılmasına verdiyi töhfə baxımından, şübhəsiz ki, bütün dövrlərin ən yaxşısı nominasiyasında liderdir desək, yəqin ki, şaşırtmış olmarıq. Amma biz hər nə qədər elmin populyarlaşdırılmasına verdiyi töhfəni dəyərləndirsək də, elmin populyarlaşdırılmasına töhfə verərkən yol verdiyi xətaları, nöqsanları görməzdən gələ bilməzdik. Çünki geniş kütləyə xitab edən, istənilən yazılı, şifahi, vizual və yaxud da hər hansı bir başqa informasiya mənbəyi istəmədən də olsa, insanları yanlış yönləndirə, onları xətalı informasiya ilə təmin edə bilər. Hələ ki, bu baxımdan Interstellar-da istisna deyil. Baxın, biz bu filmin dəyərini kiçiltməyək, yaxud çox bilmişlik eləmək istəmirik. Sadəcə olaraq insanlara yol verilən nöqsanlarla, xətalarla bağlı daha doğru və dolğun məlumatlar vermək istəyirik. Elə isə başlayaq. Gəlin əvvəlcə qeyd edək ki, biz filmin elmi fantastika janrında olduğunu bilir və məsələyə bu nöqteyi nəzərdən yanaşaraq fikir bildiririk. Burada film pisləmək yox, sırf filmdə yol verilən elmi xətaları dilə gətirərək, sonradan bu xətaların genişlənib, başqa xətalar kimi qlobal mifə çevrilməsini istəmirik.